Həzrət Əli əleyhissalam buyurur ki, elə bir gül olun ki, sizi əzənlərin əlində ətiriniz qalsın. İmamın mübarək kəlamını səsləndirmək asandır. Amma işin həqiqətinə gəldikdə isə, mübarək imam ətrafından, dostlarından, yaxınlarından nələr çəkmişdi ki, belə bir kəlam buyururdu? Nə üçün buyurmurdu ki, əzənlərin müqabilində siz də onları əzin, etdiklərinin müqabilində siz də onların etdiyinin 10 qatını edin. Çünki o imam idi. Çünki o əhl-i beytdən idi. Çünki o örnək şəxsiyyət idi. Və verdiyi mesaj bundan ibarətdir ki, sizi əzənlərin əlində ətiriniz qalsın. O güldən olun. O güllər təqva sahibi güllərdir. O güllər iman sahibi güllərdir. O güllər Allah Rəsuluna, Əhl-i Beytə iman gətirmiş, onların yolu ilə gedən güllərdir ki, onları əzməyə çalışanlara qarşı təvazökarlıq göstərərlər, hörmətlə yanaşarlar, ehtiramla yanaşarlar. Bəzən cavab verməməkləri belə ən böyük cavab olar. Onları təhqir edənləri, təhqir etməmələri belə qarşı tərəfə ən böyük dərs olar. Əziz və dəyərli dostlar, gəlin biz də elə güllərdən olaq ki, bizi əzməyə çalışanların əlində ətirimiz qalsın.